Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Mənim əzizlərim, bu günləri siz üçün panik atakdan istəyirəm bir balaca izah edeyim. Panik atakın da bir balaca fərqləri var. Var kritik hal, yəni kritik hala keçir, var yüngül panik ataklar. Ümumiyyətlə, nevroz 3 hissədən ibarətdir. Yəni, yüngül olanda beyin deyir sizi, mən nə bilim, çaylardan istifadə elədim, nə bilim, yüngül karvalol içdim filan elədim, məndə keçdi, getdi, remisiya olur. O remisiya deyil, o sağalma da deyil, o sadəcə sizdə nevrozun, yəni elə bir stres fonu var ki, stres zamanı o öz-özünü bərpa eləməyə bacarır. Yəni, öz-özünü bərpa eləyir. O müddətləndir. Məsələn, bir gün, 5 gün, 3 gün, 1 saat, 2 saat da ola bilər, 1 ay da ola bilər, amma bərpası mümkündür. Beyin onu özü təmcinləyir. Sadəcə bir dənə təkan lazımdır ki, siz haradasa bir dənə şey oxuyasınız ki, aha, bu çay əsəb sistemini sakitləşdirir, gedib içəsiz və yaxud karvalol xeyirdir, içəsiz və rahatlaşasınız. Bu mümkündür. Beyni bir növ aldadırsınız, beyin özü bərpa şeyindədir, prosesindədir. Var panik atak, məsələn, orta səviyyədə. Məsələn, orta səviyyədə sizi tutur birdən-bir, oturduğunuz yerdə. Oturduğunuz yerdə bir özü nəfəsiniz daraldı və yaxud yer ayağınızdan qaçdı, başınız gicəlləndi və yaxud nə bilim, diliniz biraz topuq başladı vurmağa, qorxutdunuz. Stres, qorxu, həyəcan, təşviş, həyəcan başlanır. Artıq ardıca özü idarə eləyə bilmirsən, çünki adrenalin o zaman öz işini görür. Enerji yaradır səndə, birinci, qaçırsan ora, qaçırsan suya, qaçırsan skoraya, həkim çağırırsan, bunu oturmaqla aran yoxdur. Ən yaxşı halda bir balaca sifətinizə su vurursunuz o zaman. Bu orta səviyyəlidir. Amma var kritik hal, yəni o zaman artıq enerji tükənir, bədən yorulur, hamısı, beyin də yorulur, öz-özünü söndürür. Söndürür, o zaman siz özünüzü, bəli, pis hiss eləyirsiniz. Görürsünüz, nəsə pissiz, mədəniz sıxılıb belənci, bağırsaqlarınız yorulub elə bil ki, dartınır. Nə bilim, belə şeylər baş verir, ürəyiniz döyünür filan, amma sabrajeni yoxdur. Yəni, onu tuta bilirsiniz, vəziyyətiniz pisdir, yaxşı deyil. Amma artıq sizin edəcək bir hərəkət qalmır, anlata bildimmi? Sizin enerjiniz tam tükənir, siz ancaq uzanırsınız. Uzanırsınız və gözləyirsiniz, saata baxırsınız. Aha, ölməmişəm, 10 dəqiqə keçib, ölmədim, 20 dəqiqə keçdi, ölmədim. Bu cürünə bilirsiniz, bu proses bir gün və ola bilsin ki, 3 gün çəksin. Anlata bildimmi? Ona görə də nevrozun qolları çoxdur və suallar verir sizi. Yazmışdınız mənə ki, uşaq dırnaq yeyir, nə bilim, barmaq yeyir, barmaq soğurur, dodağını yeyir, filan eləyir, cürbəcür suallar verirsiniz də. Məndə lapatkada ağrı var, məndə filan şey filan. Bunlar bilirəm, siz sual verirsiniz, cavab konkret alıb rahatlaşmaq istəyirsiniz, amma elə deyil. Mütləq konsultasiya olunmalıdır. Bilinməlidir ki, bu uşaq stres halındandır. Yəni, bu təşviş həyəcan formasıdır, bu belə dodaq yeyir, yoxsa bu uşaqlıq travmalarıdır, cürbəcür şeydən ola bilər, tamam mı? Uşaq adətən, bəlkə vərdiş halıdır. Onu psixoloqlar, məsələn, uşaq psixoloqları yavaş-yavaş təzə vərdişli alternativlərlə dəyişirlər, jurnal yaradırlar və s. və s. Dırnaq yemək də həmçinin, anlata bildimmi? Kürək ağrılarda biz bilməliyik, bu kürək stres fonundadır, yoxsa patoloji bir şeydir. Patoloji deyəndə fiziolojidən danışıram. Ola bilər sizdə sıxışma
sıxışma da olsun, sinir sıxışması ola da bilsin. Məsələn, Astraxan 99% nevrozlarda astraxandroz olur. Mütləqdir ki, boyunda, kürəklərdə o stres fonundan yaranır, sıxıntılar əmələ gəlir. O zaman baş gicəllənmələri hiss eləyə bilərsiniz, göz qaralmaları hiss eləyə bilərsiniz, boynunuzda ağrı hiss eləyə bilərsiniz, kürəyinizdə paslayan ağrı hiss eləyə bilərsiniz, sinədə ağrı hiss eləyə bilərsiniz. Anlatabildimmi? Belə mənim əzizlərim. Yəni qolları çoxdur sual verməklə, yəni canlıya da çıxanda sualları verirsiniz ha. Mən cavab verirəm, amma bu konsultasiyasız alınmır. Konsultasiya olunmalısınız, bilinməlidir, bu səbəb nədir? Yəni mən özümə görə demirəm, ümumiyyətlə bütün canlılar qarşıma çıxanda görürəm ki, siz ancaq döşüyürsünüz sualları, amma bir dənə bu şəxsin nömrəsinə bir kəlmə yazmırsınız ki, bu sizə diaqnozu düzgün qoysun. Ən əsas deməyimin sonu nədir? Ən əsas diaqnozdur, başınıza dönərəm sizin. Diaqnoz düzgün qoyulsa, təşviş yazan 1000 dənə qolu var. Nevrozun 6 cür qolu var məsələmdə deyirəm. Yəni bunlar dəqiq depressiv hansı haldır? Yəni bu orta səviyyədədir, yüngül səviyyədədir, nə bilim, ağır səviyyədə. Bunlar olmalıdır, araşdırılmalıdır. Belə şeylər və yaxud siz müvəqqəti olaraq stres yaşayırsınız və beyin onu özü təmizləməyə başlayacaq. O bir seansla o düzələn şeylərdir. Yəni bunları süravna araşdırmaq lazımdır. Siz yüngül də olsanız, görürsünüz ki, bunu dərinləşdirə bilərsiniz. Siz nəyə görə onu dərinləşdirirsiniz və məsələn, həkimlərə bir sual verirsiniz. İstəyirsiniz, yaxşı bir nevrozdan bir xüsusiyyəti var da, yaxşı bir xəbər eşitsin və rahatlaşsın, otursun yerində. Daha xəbəri yoxdur ki, bu stres uzun çəkə bilər, gizli çəkə bilər və gətirib ağır bir nəticəyə çıxarda bilər. Ona görə də bir balaca ayıq olun. Yəni, olan kimi fərq eləmir. Hansı psixoloq, psixiatr, əsas psixoterapevtdir. Gedin, bir dəyin ona, ətraflı danışın, o baxsın, o qərar verəcək sizdə, çıxaracaq nəticəni ki, sizdə hansı depressiv haldır, stresdir və yaxud nevroz özüdür. Bunu biləndən sonra bir də var ki, üçü birində olur. Həm stres, həm nevrozsan, həm depressiyaya keçib. Bu ağır məsələlərdir. Yəni bunu bilmək lazımdır. Və düzgün əgər preparatlardan istifadə olunmalı olacaqsa, düzgün olunmalıdır. Anlatabildimmi? Yəni ağzına hər bir simptomun, hər bir hissin, hər bir şeyin öz dərmanları var, preparatları var. Elə antidepressantdır deyə bir yazım deyil, anlatabildim mi? Onların hərə bir şeyə təsir eləyir. Biri, məsələn, neuromediatorları balansıravat eləyir, biri, nə bilim, serotonini bağlayır. Belə bir şeylərdir, anlatabildim mi? Adrenalini bloka salır, belə şeylər. İndi başqa nə sualınız varsa verin, yavaş-yavaş yadıma düşəndə. Məndə o vaxtlar yoxdur ki, mən açım canlı, bütün günü başımda çıxmır belə şeylərdən nəsə. İnşallah ki, adam toparlansa, WhatsApp-da da canlı eləyə bilərik. Məsələn, gün ərzində bir neçə dəfə eləyə bilərik, qrup şəklində. Sonra belə TikTok vasitəsilə də çıxa bilərik, YouTube-a da çıxa bilərik. Əsas odur ki, siz yazın, bilim ki, siz məni izləyirsiniz, siz mənim danışdıqlarım siz üçün maraqlıdır və mən də bunların ardından detalları yavaş-yavaş gətirim və həvəs olsun çəkilişlərə filanlara. Siz susursunuz, bir dənə salam yazırsınız və salam, bu da işləmir, tamam mı? Əsas o da həvəsə gətirəsiniz məni. Bir like nədir ki, onu eləmirsiniz, barmağı da bir dənə belə elədiniz və yaxud paylaşdınız onu. Belə, özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, hər şey yaxşı olacaq. Sağ olun.